Hisslər məktəbinin içində nə var? Dərslər praktikidir, nəzəridir, yoxsa hər ikisinin qarışığıdır? Mən sizə praktik addımlarını izah edeyim ümumiyyətlə hisslər məktəbini necə keçid edirsiniz. Hisslər məktəbin mənim veb saytımdan əldə edirsiniz və əldə etdiyiniz zaman sizə Telegram linki verilir. Telegram linkinə keçdiyiniz zaman orada 8 moduldan ibarət olan proqramı görəcəksiniz. Bu proqram başlayır tanışlıqla. Yəni birinci modul tanışlıqla başlayır və 8-ci modulda praktiki çalışmalar verilir. 8-ci modulla da proqram bitir. Hər modulun özünün başlıqları var, yəni mövzu başlıqları var. Bu bəzən emosional tətiklənmə nədir və bundan necə işləyə bilərəm olur. Digəri hormonlar üzərinədir. Hormonlarımız emosiyalarımıza necə təsir edir və bundan necə baş edirik? Burada nələri nəzərə alırıq, nələri bilməliyik, kimi. Hər modulun özünün hisslər qrupu olur. Məsələn, bəzi modullara yaz, kədər və yaxud da incirmişlik, müqayisə daxildirsə, digərlərinə həsəd, paxıllıq və yaxud da qısqanclıq, qısqanmaq daxildir. Ya da tamam başqa birinə sevinç, müqayisə və yaxud da xoşbəxtlik, kimi. Yəni müsbət və mənfi deyəcəyimiz, bizə əslində özü müsbət və mənfi olmayan, bizə müsbət ya da mənfi şəkildə təsir edən, pozitiv və yaxud da negativ şəkildə təsir edən hisslər daxil olur. Bax, bir modul, yəni öz mövzusu var, o mövzu video şəklindədir. O modula daxil olan duyğular isə bu sadaladıqlarım audio şəklindədir. Yəni səsli mesajlar. Və bu səsli mesajlar, audio belə deyək, mesajlar 8 dəqiqə, 15 dəqiqə hər duyğuya bu arada, nə bilim, məsələn, yas duyğusu haqqında 15 dəqiqəlik audio səs var və yaxud da sevinç hissi haqqında filan qədər audio səs var. Adətən 8 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə aralıqlarında dəyişir bu audio yazılar. Bu şəkildə işləyir. Və dediyim kimi 8-ci modulda bütün praktiki çalışmaları tapa bilərsən. Ki praktiki çalışmalar da sadəcə 8-ci modulda var və hamısını bir yerdə eləyirsən şəklində deyil. Onsuz da məsələn qəzəblə ya da təşvişlə işlədiyin yerlərdə məsələn deyirəm, stresi bədəndən atmaq çalışması var və yaxud da sinir sistemini sakitləşdirmək çalışması var. Özümdən görüşürəm var. Bu praktiki çalışmalar uyğun modullarda mövcud olur. Yəni səni gözləyən videolardır, audio yazılardır və eyni zamanda praktiki çalışmalardır. Yəni hisslər məktəbi əslində həm nəzəriyyənin, həm də praktikanın qarşığıdır.